Hərdən deyirsən ki, məsələn, belə sözlər danışma, özündən çıxma deyir. Görmürsən, məni əsəbləşdirir. Deyirəm ki, o səni əsəbləşdirəndə gələsən sakitliyə alsın. Bəs sən necə imtihan olunmaq istəyirsən həyatda? Görmürsən, o məni əsəbləşdirir. Onu görürəm, sən adi vəziyyətdə hamıda oturub burada sakit ol. İndi burada hamı aramdır. Əsəbləşdirən yoxdur. İndi bəlkə bəzi sözləri mən deyəm, bəlkə əsəbləşdirən bilmirəm. Amma burada indi mən danışıram, qulaq asırsınız. Burada nə bilək kim kimdir? Gərək buradan çıxanda biri gəlsin, maşını vursun. Allah eləməsin, məsələn. İnşallah sağ-salamat hamımız evimizə çatın. Sonra deyirsiniz ki, bu dedi belə oldu. Ya məsələn, biri gəlsin, sənə bir acı söz desin, nəsə bir şey olsun ki, sən adi vəziyyətdən çıxasan, görəsən ki, mən kiməm də, bəs harada müəyyən eləyəsən. Sakit oturanda hamı yaxşı adamdır, burada maşallah. İnşallah elə hamı burada yaxşı adamdır. Amma o situasiyalar ki var, yaranır, adamlar gəlir bir-birinə imtihan yaradır. O məqamda adam üçün fürsətdir, qızıl fürsətdir ki, indi bax özünə reaksiyalar var, bax. İçdə bilirsiniz nə qədər div baş qaldırır bir dənə adamın hərəkətindən, diqqətli olsan.